bir ay fürsətdir valla. Onunla yaşasaq bu bir ay. Bəlalarımız azalar. Qalan bəlalar da bizə əziyyət verməz. Əziyyət verməz. Bilirsiniz, deyərsən ki, İmam Hüseyin əleyhissalam dedi, görürsən özün. Görürsən deməm üçün asandır. Görürsən əlac eləmirsənsə, deməli belə lazımdır. Görürsən əlac eləmirsən. Həzrət Əyyub necə dedi? İnni məssəniyyəd-dur və əntə ərhamur rahimin. İlahi, mənə çətinlik üz verib. Sən də rəhimlilərin rəhimlisisən də, sözə nə ehtiyac? Görürsən yəni vəziyyəti, bir rəhimlisənsən. Belə qalmağı məsləhətlisə belə qalsın. Bir halda ki, sən rəhimli və qüdrətlisən, mən səninləyəm, sən də mənim halımı görürsən, bəlaları görürsən, o zaman da narahat olmağa nə əsas var? Əl-bəlau lil-vila, bəla dostlar üçündür. O mənası nədir? Həm də ki, o dostlar o bəlanı hiss eləmir. Adam Allahla yaşayanda bəlaların çoxsundan azad olur, qalanları da adama əziyyət vermir. Qalanlar adama əziyyət vermir.